Qızıl Quyu limonadlarının, White Star Cleaning şirkətinin və EMSA-nın sponsorluğu ilə dadlı səhər başladı. Hər vaxtınız xeyir olsun, əziz, dəyərli, hörmətli, möhtərəm tamaşaçılarımız. Dadlı səhər yenə də sizinlədir. Və günə bizimlə başlayanlar pozitiv enerji dolu gün arz edirik sizə. Madam ki bizimlə başlamışsınız, bu onsuz da belə olacaq. Siz istəsəniz də, istəməsəniz də gününüz pozitiv olacaq. Çünki biz sizə yalnız və yalnız pozitiv enerji ötürürük. Hə, birdən-birə yol gəlirəm bugün. Ağlıma nə düşdü? 2 gündür ictimai nəqliyyatdan istifadə edirəm. Ləzzət eləyir. O tıxacda ki, avtobusda belə hamın keçirsən ha. Adam belə az qalır ki, bir sürücüdən xahiş etsin. Sən mənə canım icazə verib, başımı pəncərədən çıxardım. Onlara bir acıq verim ki, baba, mən keçdim, qaldınız burada. Yəni, o qədər ləzzət eləyir ictimai nəqliyyat. Sərinliyinə söz yox, rahat-rahat gəlsən. Bir də bugün, düzdür, tam eşidə bilmədim söhbət nədən gedir. Amma eşitdim ki, Space TV, kulinariya verilişi falan, besməkən tam eşidə bilmədim. Bugün 107 nömrəli avtobusda belə bir söhbəti eşitdim. Tam yaxından o yandan gəlir deyə söhbət. Dedim, bir də məni görüblər oradan falan. Gördüm, yox, məni görmüblər. Məndən xəbərləri yoxdur. Sadəcə orada söhbət edirdilər. Nəsə, hansısa sualımı müzakirə edirdilər. Bu 100% bilək, hansısa sualı müzakirə edirdilər. Ləzzət elədi. Sonra gəldim marketə. Marketdə görüşdük. Bir çox xanımlar, demək olar marketdə əməlli başlı mənim yaradıcılıq gecəm idi. O deyirdi, o belədir, bu belədir, bu filan gündə belə oldu, bəhman gündə belə oldu. Bu bir deyək, yaxşı ki, vaxtı dəyişdim, biz oturub adam kimi rahat-rahat baxa bilirik. Belə vaxtı daha yaxşıdır. O bizi deyir, hə, demək, səhər tezdən yatırdım, qalırdım, baxa bilmirdim. Elə oyanırdım ki, yeməkləri artıq hazırdır. Bir sözlə, nə eləmişiksə, hamısını sizə görə eləmişik və bütün bunlarda tək ki, sizin ürəyiniz olsun. WhatsApp nömrəmiz 018-104-104-dür. Yolda gələndə nə yadıma düşdü? Hə, deyirəm indi cavab et. Bir sən nə yadıma düşdü? Deməli, bugün indi burger, izqara köftə hazırlayacağım, amma həmin o izqara köftədən də sendviç eləyəcəm. Çünki dünən bir tamaşaçımız izqara köftə istəmişdi. Bir də Rəşad, sən adaşın dünən Lənkərandan Rəşad adlı bir tamaşaçımız mənə yazmışdı, dil kotleti istəmişdi. Dil tapa bilmədim dünən, inansan. Dünən getdim 2 dənə yerə baxdım, yox idi. Amma tapsam onu eləyəcəm inşallah. Nə edirdim? Hə, ağlıma nə gəldi? Demək, bir dənə yemək var. O yemək elə bilsən ki, qutabdır, amma yumru qutabdır. Elə bilsən qutabdır, amma yumru qutabdır. Onun adı nədir, kim bilir? Baba, qutabdır. Qutab necə olur? Aypara formasında olur da, yarımçıq. Düzdür. Amma bu yumru olur. Nə? Beleş? Beleş nədir, ay yox? Doğrudan deyirsən, heç mənim xəbərim yoxdur onunla. Nədir onun adı Orxan deyirsən? Beleş? Beleş. Deyən görüm nədir o elə? Beleş, heç mən onu eşitməmişdim. Qoy görüm. Beleş. Beleş. Beleş qəpi formalı bir şeydir. Beleş. Qəpiyə deyirlər. Bəlkə də kimsə onun formasında nəsə pişirib, ona görə o adını qoyub. Amma elə bir yemək yoxdur, görmürəm. Mənim isə soruşduğum qutabdır, amma yumru qutabdır. Da belə dairəvidir. Yumru yox ha, dairəvi. Dairəvi qutabdır. Yəni yarı aypara deyil. O kimidir. Amma ki dairəvidir. Dairəvi olan o qutabın adı nədir? Baba, mən onu soruşum. Tam da qutab deyil, amma ki qutab kimindir də? İçi dəyişə də bilir. Onun için toğla da eləyirlər. Onun için bir də görsə balıqla eləyirlər. Amma əsasən quzu əti ilə olur. Maraqlı bir adı var onun. O birdən-birə yadıma düşdü. Onu dedim, qoy soruşum sizdən. Dərhal WhatsApp-a yazılarımız var yenə də. Ay maşallah, baba. Verilişin başladığı heç, bu nömrələri göstərməyəcək burada. Verilişin başladığı heç 5 dəqiqə deyil. Ama maşallah oxuyacağım. Birazdan oxuyacağım amma vaxtım sonra gedir, başım qarışır. Deməli, izqara köftə. İzqara köftə. İzqara köftə bu Türkiyə türkçəsindədir. İzqara nədir? İzqara bu da bunun adıdır. Bunun adı deyil əslində. İzqara
manqalın közün üstünə qoyulan o dəmir barmaqlığın adıdır izqara. Bunun adı nədir? Bu nədir? Aha, nə oldu? Bu tavanın da adını bilmədiniz? Bu tavanın adı nədir? Yo, məhz bunun. Bunun adı nədir? Yo, izqara deyil qardaş. Bu izqara, grill də deyil. Bu tavanın adı nədir? Grill başqadır. Bu tavanın adı nədir? Vəssalam, mən bunda heç pişirmirəm. Tapın indi görək bunun adı nədir? Bax, bir bunun adını soruşuram, bu tavanın adını soruşuram. Nə? Çörək tavası? Yox. Bunda ümumiyyətlə çörək pişir. Bax, bu tavanın adı nədir? Bax, bir bunu soruşuram. Bir də ki, yəni, asıram bax buradan, o göz qabağında olsun. Bir kişiyə malı göz qabağında olar. Həh, buyur. Bax, bu tavanın adını tapın mənim üçün. Bir o tavanın adını soruşuram, bir də soruşuram ki, bu yumruq tab nədir? Yumruq tabdan bu tavanın adı. Bunları soruşuram. Başlayıram izqara köftəyə. Hə, izqara köftə üçün mənə nə lazımdır? Dana əti, soğan, bunları ət çəkən maşından keçirmişəm. Bunlar burada hazır. Demək olar ki, hazırdır, amma hələ hazır deyil. İndi bunun əsas məsələsi var. Nə qatmalıyıq ona ki, izqara köftə belə yiyirsən, yiyəndə rezin kimi olur, dartılır, qəşəm. Onu necə hazırlayırlar? 2 dənə yumurta, soyuq olmalıdır yumurta. Hoppa, bu biri, bu ikincisi. Nə qədər ət idi? Orada artısı yarım kilogram ətdir, bir 200 qram da soğandır. Sonra nişasta mənə lazımdır. Nişasta da deyim sizə bir 2 xörək qaşığı lazımdır. Qarğıdalı nişastası. Kartofla o qədər yaxşı olmur, yox. Qarğıdalı yaxşıdır. Duz istiyot. Bilmirəm. Ay Rədə xan, buna duz istiyot qatmışdıq biz. Yadımdan çıxıb. Yox. Hə. Qatmamışıq. Yaxşı. Deməli. Bax, bu duz. Bəh. Bu duzu istiyotunu da əlavə edeyim. Türkiyə mətbəxidirsə, burada pul biberi olmasa olmur. Mümkün deyil. Bunda bu olmalıdır. Qara istiyot. Burada. Bu da burada. Sonra yo, tavanın adı. Material olarak bir granit ola bilər. Granit ola bilər. Onun adı nədir? O tavanın adı nədir? Grill tava deyil, yox. Grill tava, grill başqadır. İzqara, grill bu eynidir. Biri ümumi beynəlxalq dildədir, biri də ki, yalnız Türkiyə türkçəsindədir. Və bu tavanın adı nədir? Bunu qəşən qarışdırıram. Bir müddət bu gözləməlidir. Əməlli baş sözünə gəlməlidir. Hə, yox, bu ilə də iş bitir. İndi onu bir üstünə qatacağım. Biraz, bu istidir də. Bu istidir, yox, bu istidir. Biraz ilıq su qatmalıyam. Vəssalam. Duzu, istiyotu, nişastasını əlavə elədim. Yumurtasını qatdım. Hə, bu biraz gözləsin. İndi başlayacağım bundan yavaş-yavaş köftələr tutub pişirməyə. Zəngimiz var. Alo. Alo. Salam aleyküm. Salam Ağa Kərim usta. Necəsiz? Xoş eşitdik. Əla, möhtəşəm, mükəmməl. Siz necəsiz? Hər zaman yaxşı olasınız. Sizə baxaq, sevinək, pozitiv enerji alaq, həmişəki kimi. Mən illərin sizin izləyicünüzəm, dinləyicünüzəm. Səidədir. Hər zaman da mən zəng eləyəndə radioda Gülnarə qızımla veriş aparırdılar. Deyirdiniz ki, bibimin də adı Gülnarədir. Əgər yadınızda yadırsa Səidə. Gülnarə əstəğfurullah Səidədir. Gülnarə sizin yoldaşınızdır heç. Allah köməyi olsun. Çox üzr istəyirəm. Adınız necə oldu? Səidə. Səidə xanım. Evdə döydürəcəksə məni. Necə? Evdə döydürəcəksə məni. Bütün qızdan adını çəkdiniz. Yox, qızların adını çəkmədiniz. Gülnarə yox, Gülnar. Gülnardır. Mənə hər zaman deyirdiniz ki, bibimin də adı Səidədir. Bibimi? Ha, halamı? Çaşdım halanızın. Mənim bir biznesleyci xalam var, Səidə xanım. Onu yüksək vəzifəli. Hamı yaxşı tanıyır onu. Hə.
Böyük bir iş adamıdır. Yaxşı və pullu xaladır. kömək Allah onu olsun. bizim başımızın üstündə əskiyə eləməsin. Var olsun həmişə Səidə Amin. xanım. Allah can sağlığı versin. Bəli, Hər birinə, hər birinizə. Baba, Allah belə yerdə ürəyimə bilsiz nə düşdü? Bəli. Sayda can, olmuşam sənə qurban. Sayda can, olmuşam sənə. Eşitmişsiniz o mahnını? Əlbəttə ki, Allah rəhmət eləsin. Səməd Səlmədov, sən mənimizə birinci oxumuşdu. Bəli, Allah rəhmət eləsin. Bəli. Allah sizə də can sağlığı versin. Amin. Səsiniz həmişə belə gözəl, gümrah gəlsin inşallah. Canı, çox sağ olun, ay Səidə xanım, minnətdaram sizə. Səidə xanım, Ay can. bilirsiniz bu tavanın adı nədir? Yox, mən elə o üzqara dillər, nə dillər elə fikirləşdim, amma siz deyirsiniz ki, o deyil. Yox, üzqara deyil onun adı. Onun bir adı var, özdə məşhum. Mən bir damcı, yüngülvari bir ipucu versəm, vəssalam, o adı tapılacaq. Amma istəmirəm, çünki o çox sadə bir şeydir. Kim o adını tapsa ya, hədiyyə verəcəm ona, bu öz yerində. Səidə xanım, gəlin bir dənə qutu açaq da, bəlkə bir dənə hədiyyə sizə düşdü. İnşallah. İlk dinləyiciyəm, yəqin mən zəng eləmişəm. İstəyərdim hədiyyə oldum. Necə, biri? Hə? Hansı qutunu açmaq istəyirsiniz? Birlə 7 arasında qalmışam elə. Ürəyimə birlə 7 gəlib bayaqdandan elə. Sizi yığa-yığa ürəyimdən onları keçirtmişəm. Ya qismət. Birlə 7-ni deyirsiniz, hə? Bəli. O qədər sevinirəm sizinlə danışıram. Bilirsiniz, mən çoxdan səhər tezdəndən olurdu, zəng eləyirdim, düşə bilmirdim sizin verilişinizə. Bu saat çox gözəl deyə biz xanımlar üçün. Çox sizə gözəl. görə elədik, valla sizə görə elədiyələr. Sağ olsun, rəhbərliyimiz də təklifimizi dərhal qəbul elədi və bizə bu vaxtı verdi. Həqiqətən də bu vaxt bizim üçün çox vacib və bizim üçün çox xüsusi olaraq belə deyə vurğulayım ki, bu bizim üçün çox vacib idi. Səidə xanım, 7-ni dediniz? Hə, 1-lə 7 də indi mənə köməkli eləyin də. Başda, 7 rəqəmi olan qutunu mən açıram, görək bu qutunun içində hədiyyə... Bu 7 birin üçəyilib. Bu belə qalsın. 7 rəqəmi olan qutunu açırıq və burada hədiyyə var. Səidə xanım, təbrik edirəm sizi. Təbrik edirəm sizi. Hər zaman bol bərəkətli olsun oğlum. Və emsandan olan hədiyyəniz... Sağ olun. Nəvələr də qoymur. Kimdir o elə? Nəvəmdir, nəvəm, ikinci Səidə. Bəh. Öpürəm o Səidənin alnından, başından öpürəm. Allah qorusun, Allah saxlasın. Yaxşı, çox sağ olun. Allah üçün balalarını. Çox sağ olun, maşallah. Bəli, uşağın sevincinə bax, sən. Nə, əl qatıb özünə. Allah bütün balaları qorusun. Var olun Səidə xanım. Siz də balalarınızın hər zaman xeyrini görəsiniz, sevinəsiniz onlar tərəfdən. Belə üzünüz gülsün hər zaman. Çox sağ olun, minnətdaram sizə Səidə xanım. Təşəkkürlər zənginiz üçün. Allah saxlasın bütün balaları. Hə, balaca Səidə də sevirdi, gördünüz? Və bir ilk hədiyyəmiz getdi. İmsandan olan hədiyyənizi həftə içi 5 gün günorta saat 3-ə qədər gəlib Space televiziyasından öz şəxsiyyət vəsiqənizi təqdim etməklə götürə bilərsiniz. Yadıma nə düşdü? Yəni deyim sən. Deməli, heç onu yadımdan çıxıb efirdə deməmişəm. Deyən görüm, hansı gün idi o? İyulun 12-si idi. Yox, 12-si də ördü. İyulun 10-u idi, səhv eləmirəmsə, 5-ci gün idi. Bir də baxın, görün, iyulun 10-da orada 5-ci gün idi. 5-ci gün idi, belə yadımda qalıb məndə. İyul ayının 10-u idi, bu ay. Ay, sonra 5-ci gün, düz yadımda qalıb. Deməli, bir nəfər tanış adam mənə bir şəkil atmışdı. Yəqin ki, qalmayıb, çünki məndə WhatsAppda çox qalmır yazılar. Bir şəkil atmışdı. Emsanın həmin o bağlaması içində hədiyyə. Bir ağa gəl bizə qonağa gəlib, bundan bizə gətirib. Deyirsən, bunu səndə olublar, oradan bizə gətiriblər. Baxıram ki, doğrudan bizdəki hədiyyədən idi. Əslində hədiyyəli çox yaxşıdır, adamı əlinə tutur. Bir də göz harasa gedirsə, lafdan nə var, nə yox, nə eləyim, nə aparım. Harasa getsin, nə salsın, bir 30 man, 40 man gedir də. Ən aşağısı. Hədiyyədir də, Allah bir dənə sambalı bir hədiyyə apardıq, getdi. Həmin hədiyyəyi şəkildə atmışlar mənə ki, bunu aparıblar. Bu bizə nə yoxşadır? O vaxtı
şokoladlar var deyə, belə qarabqalar. Üstündə Nasbəli xanımın şəkli, Zeynəb xanımın şəkli. Ev gündəşin də şəkli vardı. Və ev gəzirdi. Özdə bəziləri ona işarə qoyurdu. Gəzirdi, yenə gəlib özümə çıxırdı. Ay sağ ol, astarı da Zaqatalaya qədər gedir çıxırdı. Fırlanırdı hər yeri, axırda qurtlanırdı. Axırda da hansısa uşaq evdə onu açdığına görə danlanırdı. Beynirsən. Hə, deməli, xiyarı doğradım. O xiyar, pomidor da doğrayıram. Nədən söhbət gedir? Bu izqara köftə hazırlayıram. İzqara köftədən də indi onun yanına kartof, biber falan besməkan düzəltsəm, bu israf olur da, bu doyumlu bir şey deyil. Bizə lazımdır, yaydır, isti aydır. İyul ayının, neçəsidir bu gün? 23-ü. İyul ayının 23-üdür və bu ayda, bu vaxtda da bağ yeməkləri daha çox məşhurdur da. Bir dənə böyük bir qəşəng sandviç hazırlayacağım və bu sandviçin içində də həmin o izqara köftədən ləzzətli, çox maraqlı bir şəkildə onu təqdim edəcəm. İndi əvvəlcə bunun lazım olan ingrediyentlərini doğruyum. Bir dənə pomidor, bir dənə xiyar, 2 dənə duzlu xiyar. Demək, səhər getmişəm marketə. Bazarlıq eləyirəm. Deyirəm ki, satıcıya, mənə 2 dənə duzlu xiyar lazımdır. Baba, 2 dənə. Satıcı deməli ki, 2 dənə hələ. Çox götürün də. Deyirəm, lazım deyildi. Mənə çox lazım olsa, mən onu bərində alaram. Bərində almıram ki, yay vaxtıdır. Mən deyirəm duzlu xiyar, təzə xiyar olurlar. İndi iş görəcəm, ona görə mən 2 dənə xiyar. Bu çəki ilə satılır ona görə ki, kimə nə qədər lazımdır, o qədər götürsün. Deyirəm, bir vaxtlar yadınıza gəlir, adam yarım kiloqram nə salmağa utanır. İndi bir dənə də alırsan, nə utanmır? Bir dənə də alırsan, bəli. Burada heç bir şey yox. Mən sizə bir dənə də söz deyim. Bax, 2 ay ərzində mən ümumilikdə, belə deyim, bazarlığı hardasa 2000-2500 ay ərzində belə pul xərcləyirdim. Amma keçmişəm tam qənaət sisteminə və bu sistemdə nədir? Mənə nə lazımdır? Gündəlik pomidor bir dənə lazımdır, 2 dənə lazımdır edilməyə və o qədər götürürüm. Və bu qayda ilə bilirsiniz nə qədər pul xərcləmişəm? 2 aya 500 manat pul xərcləmişəm. Bu qənaətdir ya, əziz izləyicilərimiz, əziz tamaşaçılarımız. Mən evdə də bu sistemə keçmişəm artıq. Bilirsiniz niyə görə? Bir var ki, soğanı kiloqramla alasan, çoxlu alıb qoyasan. Bir də o 2 dənə götürürsən, nə qədər lazım sən ki? Çox olanda məcbursan çox istifadə edəsən. Bir də görürsən yemək bişdi, qaldı, töküldü, xarab oldu, israf oldu, atıldı. Bir də var sənə nə qədər lazım? 4 nəfər deyilsən, 2 dənəsini götür və salamda, bəsdir. Və belə bu qayda ilə yavaş-yavaş ayın axırında görsən əməlli başlı qənaət eləmisən. Əməlli başlı qənaət. Yəni bu 10 manatın, 20 manatın söhbəti deyil. Söhbət o pulun qənaətindən də getmir. Pulun qənaəti öz yerində. Amma qidaya da israf olur axı. Hayıfdır axı bu. Mən görürəm, xaricdə bir çox yerlərdə, hətta bizdə də var. Bizdə də var. Su çanaqlarında doğrama sistemi var. Doğrama sistemi var. Tərəvəz qalmadı. Tərəvəzləri zibilə atmırsan. Axı gedir, iylənir, bir şey də olur onun üstünə. Nə olur, zibillər çoxalır, dollantıdır. Atırsan o içində xırdalayır və o formada gedir. Və bu da əlavə gübrə kimi istifadə oluna bilir. Çox gözəl fikirdir bu. Mən onu çox bəyəndim həqiqətən də. Öz evimdə də artıq o sistemi keçəcəm. Çünki kənd evlərinin çoxsunda ümumi xərcli sistemi olmadığından əvvəldən belə olur ki, hamamın tullantı suyu ayrı bir yerə gedir, mətbəxin tullantı suyu ayrı bir yerə gedir. Və mətbəxinki bir gübrə rolunu oynaya bilər əslində. Bu da çox faydalıdır. Yəni, mənim bunları deməkdə məqsədim nədir? Həyatımızı hər tərəfli şəkildə qənaətli, həm də alternativ üsullarla daha çox rahatlaşdırmaq lazımdır. Zəngimiz var. Aha, alo. Alo, salam. Salam aleyküm, hər vaxtınız xeyir. Xoş eşitdik. Kiminlə danışıram? Alo. Alo. Ha? Ha? Alo. Alo. Bəli. Nəzakətdir danışam. Lab yaxşı. Ay Nəzakət xanım. Bəli. Necəsiz? Hardan zəng vurursunuz? Çoxsan, Bakıdan. Əcəb verirsiniz. Bu tavanın adını bilirsiniz nədir? Tavanın adı, valla, nəsə bu, vafli də pişirməyə oxşuyur, amma elə o tokla Yox, onda vafli pişirmək olmaz axı.
Nəsə? Hə, yaxşı, gəl onda bir dənə qutu açaq Nəzakət xanım. Hansı qutunu açaq? Zəhmət olmasa, köməkli eləyərsiniz. Mənim gözüm üstə, baş üstə. Hansı qutunu desəz açacağım, amma əvvəl baxacağım. Məsləhət olsa deyərəm açın. Məsləhət olmasa deyəcəm başqasını seçin. Çox sağ. Aha. Hansını? Hansı açılmayıb, zəhmət olmasa? 7-dən başqa hamısı qalıb. 5 olar, köməkli eləyərsiniz. 5. Getdi, yenə masa hazıra. 5. 5. Bu 5 dəqiqəm yenəndə mənim. 5 olmasa 8 zəhmət olmasa. 8. 8-i böyük məmnuniyyətlə açardım, amma yoxdur. Yoxdur. Yox, heç 5-i də açmaq istəmirəm. Gəlin başqasını deyin. Onda 2 olsun. Onda 2 olsun. 2 hardadır? Çox uzağa getmə. 2. 2 rəqəmi olan qutunu açırıq və görək burada hədiyyə var. Yoxdur. Yoxdur. Çox təəssüf. Çox təəssüf. Və dostlarımızdan məlumat vermək istəyirəm. Verilişimizin sponsorları Qızıl Quyu Limonatı. Qızıl Quyu Limonatı hər zaman öz dadı ilə, ləzzəti ilə, istər qışda, yazda, payızda, yayda, hər zaman süfrəmizin bəzəyidir. Amma yayın xüsusi olaraq sərinliyi və ləzzətidir bu Qızıl Quyu limonatları. Tamamilə təbii meyvə ekstraktlarından hazırlanır, təbii şəkər tozundan hazırlanır. Öz də qablaşdırması bir dəfəlidir, yəni təkrar emala yararsızdır. Bu isə o deməkdir ki, Qızıl Quyu limonatı hər zaman olduğu kimi öz orijinallığını və əsilliğini qoruyub saxlayır. Verilişimizin digər sponsoru isə White Star Cleaning şirkətidir. Əgər evinizdə, villanızda, ofisinizdə, biznes obyektinizdə, biznes müəssisənizdə hər hansısa təmizliyə ehtiyac varsa, Ulduz 0077 nömrəsinə zəng edin. Çünki bu məhz peşəkar komanda ilə çalışan White Star Cleaning-in nömrəsidir. White Star Cleaning də özdə beynəlxalq dərəcəli tanınmış bir markadır. ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq standartlarına malikdir. Xüsusi təlim keçmiş komandası var. Müasir avadanlıqları, sertifikatlı və ekoloji təmiz vasitələr sayəsində evinizi qısa zamanda tərtəmiz edəcəklər. White Star Cleaning təmizliyin beynəlxalq ünvanıdır. Təşəkkürlər dostlarımıza. Hə, bu doğramaları yekunlaşdırım, keçirəm izqaraya, dayan görüm. İndi onda yox, tavada olsun, nə olar? Və yaxud da elə bax, tosterdə bişirərəm. Çox qısa reklam arası var. Reklam arasından sonra yenə də buradayım. Yayın istisində endirimlərlə Emsan sizə sərinlik bəxş edir. 80%-dək endirimlərdən faydalanın. Xalçalara 60%, masa örtükləri, xurustallar, istimo tekstil məhsulları 50% endirimlə təklif olunur. 077 342 2423 əlaqə nömrəsidir. Bu düdüklü bıçağı axtardım. Hə, tapdım. Sobanın da hərarətini qaldırım. 180 dərəcəyə. Hə, bu günə nəyimiz var? Həm izqara sendviçimiz var. Həm qəşəng yay salatı var. Bu başqa cürdür. Bu qatıqla, tərəvəzlərlə. Mənim çox sevdiyim salat yeri gəlmişəm yayda. Bir də tıxma var. Tıxma. Bəli. Tıxma. Kimə maraqlı olsa tıxmanı da verəcəm. Tıxma Quba tıxmasıdır. Kətə deyirlər, amma Quba tıxmasıdır. Bu anda Quba tıxmasıdır. Quba tıxması da hazırlayacağım. Quba tıxmasının xəmirini yoğurmuşam. Bax, burada özü üçün xırda yavaş, qəşəng gəlməsə, köklü qəşəng xəmirdir. Yavaş özü üçün dincəlir. Onu birazdan indi də eləyə bilərəm. İstəyirsin də eləyim. Onsuz da o hazırlanır. O görüm. İzqara pişir, amma yavaş pişirir. O pişməsində olsun. Oyun işim yoxdur. Mən də burada tıxmağı hazırlayayım. Tıxma içliyinə nə lazımdır? Tıxma içliyinə lazımdır. Buğdonu əla növdən istifadə eləmirik. Gəl onun içini kəpəyini ondan istifadə edir. İkinci növ buğdonundan istifadə edəcəm. Miqdarlar 1, 2, 3. Bu 3 qaşıq. İkinci növ buna şəkər tozu. 3 qaşıq da şəkər tozu əlavə edirəm. 1, 2, 3. Bir dənə yumurta, əslinə qalsa buna ancaq sarısı gedir. Yumurtanın sarısı gedir.
Ağını bəs nə edeyim? Ağını sonra sizin üçün bezə hazırlayaram ağından. Mənə əsas bunun sarısı lazımdır. Xəmiri də mayalı, sütlü, sarı köklü. Qəşəng bir xəmir, yağlı bir xəmirdir. Əvvəlcədən bu yoğrulmalıdır. Hə. Biraz da buna yağ əlavə eləmək lazımdır. Kərə yağı. Bax. Bu nədir belə? Tıxma. Quba tıxması. Quballara sevgi dolu salamlar. Bütün Qubaya salamlar. Deyirəm amma öz aramızda nə qədər təzə yerlər, istirahət yerləri açılır. Vallahi adamın ağlına bilməmiş, şəxsən mən öz payımı deyirəm ha. İstirahət deyəndə, hansı rayona gedək deyəndə, birinci ağlıma Quba gəlir, Navran gəlir. Pək də uşaqlıqda ən çox ora getmiş ona görə. Quba, Navran. Bəh. Bu da tıxmanın içi. Qubanın paxlavası da mənim çox xoşuma gəlir. Ləzzət edir Quba paxlavası. 3 gün formada olur. Ləzzət edir. Dişdə ilə deyirlər onda. Bir dəfə Quba bazarında almışam. Quba bazarında bir dənə kişi var. Adı yadımda deyil. Ay yer indi də gözümün qabağındadır. Neymət Ələməzlə elə o yol gedirsən, sonra sağda, künc bir yerdədir o kişi. Hətta mən onu bir dəfə öz verilişimə çəkmişəm də. O vaxtlar nuş olsun verilişim vaxtında Qubaya gedib onu çəkmişdim də. Çox qəşəng paxlava pişirirdi o kişi. Bəs salam, içlik hazırdır. Şəkər dozu bizimkilərə görə həmişə az olur. Bizim əməkdaşlarımız deyirlər ki, həmişə şirinlik az deyək ki. Hər şey oladı, bir özürü bir şirinlik az. Sizin üçün şəkər tozunu 2 qat artıq elədim. Bu da belə, bunu qarışdırıb. Cabirinə qatsam yaxşı olar. Yox, vanil yox. Yox, vanil nədir? Bu Quba tıxmasıdır. Quba bizim milli şirniyyatımızdır. Necəsiz? Bəh. Nə gözəlsiz. Biraz da bişin. Bir dənə orada Quba tıxmasını işin bitirim, gəlim. Biraz da bişin, gəlim. Hə. Quba tıxmasına xəmiri də qəşəng gəlib. İndi burada bir məsələ var ha. Qubalılar məni bağışlasın. Niyə görə deyirəm? Çünki Quba tıxmasının əsası bilirsiniz nədir? O, üstü belə qəşəng naxışlı olmalıdır. Onun üstündə maqqaşla, onun üstündə çəngəllə, onun qıraqlarını belə bükməklə, onu elə qəşəng formada bükürlər. Mən indi maqqaşım yoxdur, var evdədir. Götürməmişəm. Ona görə də Qubalılar məni bağışlasın. Mən bunu sadə formada bükəcəm. Kənarlarına düzdür naxış verəcəm. Amma onun o üstündəki naxış məsələsi biraz belə sual işarəsi çalışaram ki, o necəsə qəşəng bir formaya gətirim. Bəh. Bax, xəmirin tez bazar gəlməyini istəyirsinizsə, biraz var ki, vaxt aparır da gəlməyi. Əgər tez bazar gəlməyini istəyirsinizsə və yaxud da şəkərli diabetdən əziyyət çəkən insanlar xəmir yoğurtduranda evdə deyin ki, onu ilıq suyun içinə qoysunlar. Bax, xəmiri yoğurdun, yoğrulmuş xəmiri qoyun ilıq suyun içinə. Birincisi, o orada tez gəlir. İkincisi də, onun artıq bütün nə nişastası varsa, hamısı gedir suya. O xəmir elə yüngül olur, o xəmir elə gözəl olur. Pasxa bayramında hazırlanan müəyyən bir şirniyyatlar var ki, onlar bu texnologiya ilə hazırlanır və çox yüngül olur, çox qəşəng, çox dadlı olur. Çox faydalı olur, deyə gəlmişik orada. Hə, zəngimiz var, nə gözəl. Cavablandıraq, alo. Alo. Salam əleykim. Salam əleykum.
xoş eşitdik. Kiminlə danışırıq? Mən Rəna xanımam. Lap yaxşı. Mən də Ağakərim Necəsiz? ustayam. Şükür Allaha, çox şükür. Hər şey əla. Ay Rəna xanım. Biz verilişinizə baxırıq. Aha. Çox sevirik sizin verilişinizi. Mən minnətdaram sizə. Var olun, çox sağ olun. Həmişə də baxın. Baxın ki, baxdıqca da bu veriliş həmişə baxılsın. Çox sağ olun, təşəkkür edirəm. Rəna xanım, nə işlə məşğulsuz? Mən özüm hal-hazırda aşpazlıqla məşğulam. Aha. Bir də ki, o tava barəsində istəyirdim sizə məlumat verim. Tava. Hə, bu tava adı nədir? Nəsə heç kəs tapa bilmir Bu onu. tavanın adı steak tavasıdır. Nə tavası? Steak pişirirlər o tavada. Steak tavası. Aha. Bəli. Hə. Balıq da bişirmək olur o tavada. Amma Aha. çox ət məhsullarını istifadə edirlər, bişirirlər. Aynen Steak tavası. hanım. Bəli. Bax, bu narıncı rəngdə önlük taxan oğlan var ha. Hal-hazırda efirdə baxırsınız o. Bəli, bəli. Bu oğlan yemək bişirir. Aşpazlıqla məşğuldur. Külləri ilə bəli. məşğuldur. Amma bunun adı var. Adı Ağakərimdir. Bəli, Ağakərim usta, bəli. Bax, bu tavada steak pişirir. Tavada qəşəng cürbəcür. Nəinki steak ha, balığı da pişirir. Ət də Bəli. pişirir, cürbəcür yeməklər pişirir. Amma bu yazığın da adı var da. Adı valla mənə elə gəlir ki, o steak tavasıdır da. Ondan başqa bir ad. Yox, yox, vallahi o öz adı var. Onun özünün bir adı var. Bəli. Hə, onun adı var. Yaxşı, bax bu adı Bir bizə də açıqlayacaq. ki, Bəli, bəli, bir- buyurun. Bir söz deyim sizə. Bugün sizin xalavızın qızının ad günüdür, Rəzana xanımın. Əgər zəhmət olmasa onu təbrik eləmək olarmı veriliş barəsində? Yox, əsla olmaz. Rəna xanım, siz onu hardan tanıyırsınız? Mən onu hardan tanıyıram? Mən sizi çox gözəl tanıyıram. Məni də tanıyırsınız. Hə, bəli. Vay, laf yaxşı. Ay Rəna xanım, deyin Bəli, görən də hansı buyurun. qutunu açaq? Bəli, buyurun. Hansı qutunu açaq? Hansı qutunu açasınız? 5 nömrəli varsa 5 nömrəlini açın, zəhmət olmasa. 5 nömrə masazırda deyə. Çox uzaqdır. Masazırda nə gəzir? Yox, mən masazla əlaqəm yoxdur. Mən Əhmədli tərəflə əlaqəm var. Yaxşı, nə bilim, orada neçə nömrələr var orada? 5 nömrəli qutunu. Baxım görüm nə var, nə yox. Bax. Baxım bir dənə görüm nə var, nə yox. Buyurun, buyurun. Yox, gəl 5-i açmayın. Başqa bir rəqəm seçin, açın. Neçə nömrələr var orada? Siz mənə məlumat verin, mən o nömrəni açım. 1, 2, 3, 4, 6, 7. 6 nömrəni açın, zəhmət olmasa. 6 nömrə. 6. 6 nömrəli qutuda hədiyyə yoxdur. Çox heyf. Hədiyyə. Rəna xanım, Canınız sağ olsun. Problem deyil. minnətdaram sizə. Çox sağ olun. Ay Rəna xanım, Bəli. mən sizdən bir şey də soruşum. Buyurun. Bu Cənubi Azərbaycanla sizin əlaqəniz var? Bəli, var. Ləhcənizdə hiss elədim bunu. Bəli, bəli. Və bu mənim öz doğma xalam qızı Rənadır. Bəli, düzdür. Elədir ki. Vay. Xala qızı çox xoşdur, çox xoş eşitdik. Bəli. Və xala qızı illərlə İranda yaşayıb. Mən çox nadir hallarda onun belə səsini eşidirəm. Bəli, Amma mən özüm o tavadan istifadə eləmişəm, amma 2 qapılı tavadır. bəh. Xala qızı. Bəli, buyurun. Bax, sən getmirsən. O da bütün Cənubi Azərbaycandan bizi izləyənlər hər kəsi Bəli. salamlayıram. Çox sağ ol, təşəkkür edirəm, var olun. Xüsusən də sənin həyat yoldaşın olan Allah sizi Siyavuş qorusun. bəyi salamlayıram. Bəli. Allah can sağlığı versin. Çox Bütün sağ olun, ailəlicə çox sağ hər olun. birinizə və oğlanların da, Noşəni də, Nimanı da, hər kəsi sevgi dolu salamlar göndərirəm ora. Var olun həmişə. Bax, hədiyyəniz bizdədir. Space TV-də hədiyyəniz var. Emsandan bir hədiyyən var, xala qızı. Bakıya gəldin, gəlməsən də bax, sənin adından məndən başqa kim istəsən göndərə bilərsən, götürsün. Bircə mən götürə bilmərəm. Var ol, xala qızı. Çox sağ ol zəngin üçün. Çox sağ ol, var olasan. Minnətdarım, təşəkkürlər. Təşəkkürlər. Sağ olun, buyurun. Xala qızı Təbrizddə idi də. Deyən görmür. Mən Əhələ Təbrizdədir, Təbrizdədir. Vay. Oradan bura, Cənubi Azərbaycandan bizi izləyən. İllərdir xala qızı orada yaşayım. Deyən görüm.
Azərbaycan dilini heç vaxt unutmadı. Heç vaxt. İllərdir Cənubi Azərbaycanda yaşadı. Öz ana dilini, öz adət-ənənəsini, öz milli mentalitetini hər zaman təbliğ etdi. Bax, mən onu əminəm və gözümün qarşısında da oğlanları da Azərbaycan dilində təmiz danışır, həyat yoldaşı da Azərbaycan dilində danışır. Çünki Cənubi Azərbaycanda yaşayırlar, o torpağın kökündə də bax Azərbaycan qanı var. Var olsun bütün Azərbaycan, və eşq olsun bütün Azərbaycana. Adı oradan digər xalam qızının ad gündür bu gün. Rəcanə xalam qızı, xala qızı ad günün mübarək. Təbrik edirəm səni, təbrik edirəm. Allah sənə can sağlığı versin. Hə, bəh. Çoxdan da xalam qızının səsini eşitmirdim. Dedim birdən də səhv eləyərəm. Qoy soruşum görüm. Birdən səhv eləyərəm, birdən yanılaram. Yox, yanılmamışam. Hə, tıxma. Tıxma inarın necə dayısın? Tıxma. Qoxusu gəldi, hara gəldi? Həmdə xan, ora gəldi qoxusu. Aha, Həmdə xan deyir ki, o izqaranın deyir, köftələrin qoxusu gəldi bura. Köftə. Baxım görüm. Bəh. Köftə nə köftə? Bu köftəni məndən kim istəmişdi? Kim istəmişdi, əlini qaldırsın. Arxaya baxmasam da görürəm ki, oradan Hüseyin əlini qaldırır. Orxan da. Köftələrim hazırdır. Mən bu izqara köftədən qəşəng birazdan bir sandviç hazırlayacağım. Hələ telefona baxa bilmirəm. Birazdan baxacağım. Amma bu tavanın adı nədir? Baba, bu tavanın adını soruşuram mən sizdən. Kim bilir o tavanın adını? Sadə bir şey. O tavada inanırsınız ki, ya, bəlkə də qayğına bişirən də var. Ola bilər, niyə yox ki? Mən bunu yaydım. İndi quvallar baxar, ya, nə yan görək, onu yaymırlar. Düz deyil, sən eynirlər. Bax. Bunu, bu formada eynirlər. Sadəcə ağzım qızışdı söhbədə, bax. İçini ovurlar, belə. Bax. Belə ovdun içini. İçini doldurursan, sonra onu bağlayırsan, belə yasladıb, doldur göstər də, ay solda. Rəşad düz deyir də. Rəşad deyir ayağı kəm. On deməkdənsə, bir göstərməyi yaxşıdır. Mənim gözüm üstəm. Xəmir bir damcı ələ yapışan olur, narahat olmuyor ona görə. Qorxusu yoxdur. Baba, içliyi qoyduq. Tıxırsan içinə. Xəmirin içində tıxırsan içliyi. Bax, bunu mən gördüklərimi deyirəm, ha. Bunu bir belə eləyirlər. Üstə də maqqaşdan naxış vururlar. Ha, olaydı anamın maqqaşı burada. Evdə varımdır. Köhnə o vaxtın maqqaşıdır. Bəh. Bunun üstə qəşən naxışlar vurasan. Hə, bir də onun baba bu üsulda var. Deməli, 2 dənə eyni ölçüdə xəmir yayırsan. Xəmiri yayandan sonra bir-birinin üstünə qoyursan. İçliyi qoyandan sonra, içliyi doldurandan sonra bir-birinin üstünə qoyursan. Abi belə. Deməli, kim görür? Orxan, sən görürsən. Nə yəni? Hə, necədir Orxan belə? Ay Allah. Baba, bu burada. Bura gətildik, içliyi tıxadıq. Bunun üstündən də baba bir xəmiri də qoyuruq belə. İyidi baba, bunu belə bükürük. Qalır bunun üstünün naxışına. Üstünün naxışına quballarda qəşən naxış vuranlar var. Məndə yoxdur onda. Yox, yalan deyə bilmərəm. Baba. Hə, o belə elədi. Bunun da üstünə, indi mən çəngəllə bacardığım qədər indi necə bacarıramsa elə eləyəcəm. Bayaq yumurtanın ağı vardı ya burada. Hə, de buradadır. Gəlin yumurtanın ağı ilə ona mən bir dənə naxış vurum. Bir qaşıq qatıq.
Bir qaşıq qatıq. Qatıqla yumurtanı açıram. Bax. Qatıqla yumurtanı qəşəng açandan sonra çox qəşəng də naxış qoyur. Naxış salır üstündə. Bəh. Ay can. Tezden açmıyor, vaktsiz solur neyləyim. Bu mahnının çox belə təsirli tarixçəsi var. Çox təsirli tarixçəsi var. Mən istəmirəm indi səhər ondan danışım, amma həqiqətən də təsirlidir. Və mən hər dəfə bu mahnıya qulaq asanda o səhnə gözümün qabağına gəlir. Xəstəxanada bir cənabın həyat yoldaşını düşünməsi, onun ölümündən xəbərsiz olması, amma ürəyinə bir damma var ki, nəsə var. Yoxsa o məni birbaşa çəkərdi, o mənim yanımda olardı. Burada nəsə var. Qulağın tıxması ilə işimi bitirim, göndərim bunu sobaya. Sonra yavaş keçəcəm. Həm sandviçə, həm də qəşəng bir yay salatı hazırlayacağım. Bax, qəribə olsa da, mən bu yay salatı var, indi birazdan edəcəyim. Bu yay salatını hansı kitabda, hansısa başqa bir aşbazda, nə də heç öz ağlıma gələn bir şey olaraq eləməmişəm. Bunu mən bibim qızında görmüşəm, xoşum gəlib, ondan öyrənmişəm. Necə olur bu, necə hazırlanacaq, birazdan biləcəksiniz. Quba tıxmalarını gördünüz necə dolduram. Davam edirəm, bu doldurma, bu qayda ilə doldurub hazırlayıram. Göndərirəm sobaya. Qısa reklam arası var. Reklam arasından sonra yenə də buradayıq. Bəlkə əlac verəsən. Qızıl Quyu limonadlarının, White Star Cleaning şirkətinin və EMSA-nın sponsorluğu ilə dadlı səhər davam edəcək. Yoldaşım Günay mənə deyir ki, nə qədər əllər yuyursanız, üstə bir dəfə, əl həmişə təmiz olmalıdır. Amma mən sizə bir söz deyim. Məsələ burasındadır ki, məsələn, çox vaxtı əlcəkdən istifadə edirlər, əlcəklə hazırlar. Mən son zamanlar əlcək demək olar ki, istifadə eləmirəm. Və mənə elə gəlir ki, heç kəs də məni qınamaz. Niyə görə? Çünki mən buradakı yeməkləri özüm üçün hazırlayıram, bir də bizim əməkdaşlarımız. Kimə xoş olmasa, ondan nuş etməz. Amma bilin ki, əlcəksiz hazırlanan yemək, əlcəklə hazırlanan yeməkdən daha yaxşıdır. Nəyə görə? Çünki əlcək rezindir. Onun içində bir kirşan var. O kirşanın nə olduğundan xəbərdar da ola bilər. Amma istərsəniz o kirşan gedir qarışır qidaya. Əlcəklə harası toxunanda o rezin əlcək haranınsa tozunu özünə çəkir, özündə saxlayır. Sonra yenə də o yeməyə qarışır. Bu da var. Digər tərəfdən də bu əlcəklər aşpaz əlcəkləri deyil. Bu əlcəklər tibbi əlcəklərdir. Onlar həkimlər üçün, tibb işçiləri üçün nəzərdə tutulmuş əlcəkdir. Aşpazın əli gərək həmişə təmiz olsun. Və maksimum dərəcədə çalışmalıdır ki, qida ilə tam da belə təmasda olmasın. Yəni, hər bir şeyin öz yeri var, öz qaydası var. Deməli, bunu saxlamışam, rejissorumuz bayaqda mənə imkan vermir ki, bunu sobaya yerləşdirim. Deyir, qoy bir dənə tamaşaçılarımız görsün ondan sonra. Bu, hazırladığım quba tıxması. Quba tıxmasını göndərirəm sobaya. 180 dərəcədə. Baxın, yadıma salın. Yenə ağzım qızışar söhbətə, qalar orada. Qalar, vaxtı keçər. 180 dərəcədə təxminən 7-8 dəqiqə bişməlidir. İndi də hazırlayıram nə? Qəşəng bir sendviç.
Mənim bir dayım qızı var. O, mənim hardasa vardı 15-16 yaşım. Hələ xalam da. Belə dönərlər hazırlayırdı, böyük dönərlər. Yəni, təsəvvür edin ki, mənim 12-14 yaşım var da. Bu baton çörəyi görürsən, 2 baton çörəyi boyda çörəklər var idi əvvəl. Bir nizamiyə 500 manata satılırdı. O çörəyin arasını belə kəsirdi xalam. Həmin bu Rəna xala qızının anası Xuraman xalam. İçini doldururdu. Nə qədər şeylərlə. Dayım qızı vardı, o da, xalam da həmişə doldururdular. Doldururdular arasını. Və sonra mən tək onu yiyirdim. Təsəvvür edirsən? Mən tək onu yiyirdim. Mədəm əməlli başlı böyümüşdü. Mədə əməlli başlı genəlmişdi. Sonra deyir ya, mədədə çat əmələ gəldi. Mədədə çat niyə əmələ gəlir? Həmin o şeylərə görə. Mədə genişlənir. Bu demək deyil ki, sən həmişə qızartma yemirsən, sən həmişə pomidor salçası, tomat yemirsən, ona görə mədədə. Mədədə çat əmələ gəlir. Ona görə ki, mədə genişlənir. Sonra istərsən böyük baxa həcmi, partlamaya gəlirsən, diafragmanı sıxır, nəfəs ala bilmirsən. Biz də doymağı ancaq onda bilirik ki, nəfəs ala bilmir ya, belə tarıma qalırıq. Onda deyir ki, doymuşam. Doymaq hissi yalnız, belə deyək də, yediyin yeməkdən təxminən 45-50 dəqiqə, 1 saat sonra beynə gedir, siqnal çatır ki, var ha burada, tələsmə. Ona görə bəzən belə bir məcazi mənada da bir sual var, deyir ki, bir ayağa qalx gör, doymusan yoxsa yox. Yəni, bir ayağa qalx, bir fırlan, bir gez, bir vaxt keçsin gör. Yəni, partlayana qədər yemək doğru deyil. Hər bir insan 2 əlinin birləşdiyi yumruq boyda yemək yesə, bəsidir. Bəsdir. Çünki yemək, bu qida dərmandır. Biz qidanı o qədər üstünə düşmüşük ki, dünən yoldaşımla hətta bu arada danışıram, bulvarda gəzədik, görürəm ki, çayxanaların hamısı doludur və hamı da ürək istəyən də, istəməyən də, çaya meyli olan da, olmayan da, hamı çay içir. Bilmirəm, çayı hörmətsiz etmişik, yoxsa çayı çox hörmətli eləmişik. Çünki kiminləsə mübahisəmiz olur, gedək çay süfrəsinə, gedək çaya oturaq. Qız istəməyə gedirsən, çay. Səhər durursan, yüngülvari bir vaxt keçirir, çay. Nə olursa biz hamısı çayla bağlayırıq. Yəni, dayanmısan elə belə pikarsıqdır, Rəşad neyniyə, gib də çay içək də. Heç aidiyyatı yoxdur, heç istəmir səni. Yəni, bu vaxtı var, çayın da bir vaxtı, zamanı var. Yəni, kirada biz o qədər belə yeməyi əməlli başlı sözün əsməsin ağını çıxartmışıq. Yəni, bu qədər yemək düzgün deyil. Yemək yaxşı şeydir, məlum nəsədir, mütləqdir, olmalıdır. Hər bir şeyin də öz qədər, amma da səhərdən axşamacan yirik biz. Yəni, toylarda da baxırsan, növ yeməklər, yəni, o qədər yeməkləri qarışdırmaq, bilirsiniz necədir? O yeməkləri qoyurlar ona görə ki, məsələn, mən balıq yirəm, ət yemirəm. Hə, mən balığı götürüm yiyəm. Toyda ona görə o qədər çeşidlər var. Amma buna hamı əməl eləmir, axı. Yox, ətdən də yiyəm, nə biləm, heç olmaz. Ondan da yiyəm. Yox, həmirdən yemədim, bir daha bundan da yiyəm. Deyən, hələ dondurma gələcək, dondurmadan da yiyəm. Yox, deyən, hələ şirniyyat var, tortu da yiyəm. Bala, bu mədə yazıq, mədə nə eləməlidir? Mən hətta bu yaxınlarda bir araşdırma da elədim və belə qənaətə gəldi ki, insan həftədə 3 dəfə yesə belə sağlam olacaq, heç nə olmaz ona. Bəli, bu gündə 3 dəfə yemək məsələsi biraz dərin açıqlamaları var. Buna çox keçmirəm. Zəngimiz var, zəngimizi cavablandırım ondan sonra. Alo. Salam əleykum. Hər vaxtınız xeyir, Ağa Kərim bəy. Hər vaxtınız xeyir, xoş eşitdik. Kiminlə danışıram? Gülnardır. Gülnar. Bəli. Gülnar xanım. Bəli. Nə işlə məşğulsuz? Mən özüm əczaçıyam, amma işləmirəm, evdar xanımam. Əczaçısınız, amma neçə il işləmişsiniz əczaçı? Cəmi 1 il işləmişəm. 1 il. Niyə işdən davam eləmədiniz? Nə bilim, ailə həyatı qurdum, ona görə daha... Maşallah. Allah xoşbəxt eləsin, ailəniz hər zaman xoşbəxt olsun. Sağ olun. Amma mən söyləyim ki, əczaçılıq da çox çətin bir işdir ya. Həm də maraqlı, məsuliyyətli. Çətin bir işdir, çünki mən belə indi maraqlandığım qədər, bildiyim qədər bu əczaçılar, yəni təkcə o reseptləri oxumaqla iş bitmir, həm də o
tərkibləri bilmək, tərkiblər haqqında məlumatda olmaq, Bəli, bəli. onlar haqqında doğru düzgün şəkildə məlumat vermək və alıcılara dərmanlar haqqında indi reseptdə yazılıb öz yerində. Amma o barədə bir məlumat da vermək ki, birdən də indi hər həkim də yazmır axı ki, gündə 3 dəfə bunu qəbul edir, amma qəbul eləməmişdən qabaq nə eləmə, nə yemək Bəli, olar. bəzən həkimlər tərkibi yazır. Yəni o tərkibdə dərman verməyi özləri tutaq ki, əzaçıya həvalə edir ki, qoy o desin. Özdə axır vaxtlarda bu bəzi həkimlər hamısını da şamil edir, bəziləri də laf da gedirsə 2 dəqiqə isə salam elə ki, yazdı getmək. Amma başa sal mənə, görüm nədir bu, necə olacaq, hansı formadadır. Qalırsan yenə əczaçının ümidinə ki, o mənə baş salacaq. Hə, ay Gülnar xanım. Bəli. Bu tava var mənim arxamda. Deyil, burada. Bu Bəli, adı bəli. nədir? Məncə onun adı Gridl tavasıdır. Yox. Mən elə araşdırdım, mən elə tapdım. Yox, baba, onun belə indi bu müasir formasıdır. Bunun əvvəllər də belə olurdu, yumru, üstündə bir dənə ağır daşı da olurdu. Çuğun tavaların. Hə, çünki tavalar var deyə belə ağır daşlar da olurdu onun üstündə. Nə bilim, toyuq qızardırdı, ət qızardırdı, olurdu da belə. Bəli, bəli. Hə. İndiki müasir adını bilmirəm, mən Gridl tavası bilirəm onları. Yaxşı. Stuart ola bilər, indi... Yaxşı, gəl onda bir dənə qutu deyin, qutu açaq. Ağa Kərim bəy, kömək eləmək olar. Niyə olmur ki? Mənim gözüm üstə. 4 demək istəyirəm. Siz Dörd. nə məsləhət deyirsiniz? 4, haradadır 4? 4 deyə əlimin altında. Deyən baxım da görüm, ağırdır yoxsa yüngüldür. Nəsə yüngül gəlir. Yüngül gəlir. Onda 1 olsun. Ay, heç deməmişdim ha. 1 olsun deyirsiniz. Yaxşı. Ya da 3. 1, 3, 4. 3 olsun, yaxşı. 3 olsun. 1 də olmasın, 4 də olmasın, 3 olsun. Siz nə deyirsiniz? Mən nə bilim valla. Mən bir dənə 4-ə baxdım, o da gördüm belə yüngül gəldi. Onda qoy 1 olsun. Neçə? 1. 1 olsun. 1. Yaxşı, 3 olsun. 3 olsun. Aha. 3 yoxsa 1. Yabındadır, yabında. Halvacıdır, dükkanda. Gülnar xanım dedi ki, bundadır. Mənim hesabımdan bir olsun 1, yaxşı. 1 olsun, Qoy hə? birinci. Yaxşı. olsun. Deməli, bir rəqəmi olan qutunu açıram və içində hədiyyə var. Axır ki, çox hesablama ilə 4 olsun, 3 Çox olsun, sağ 1 olun. olsun. Hədiyyəniz var Gülnar xanım. Sağ olun, Həftə içi 5 gün. Gün orta saat 3-ə qədər. Heç sevinmədiniz ha öz aramızda. Sevindim, yox, sevindim. Nə bilim, belə Hamının hiss olunmadı. hədiyyəsi bol olsun. Hə, var olun, var olun. Ruzisi də həmçinin. Amin inşallah, amin. Çox sağ olun zənginiz Sağ üçün. olun, Minnətdaram sizə. Hə, başladıq. Bax. Bu, ay sağ ol. Sağ ol Həmdə xanım. Bax görürsən, yenə də Həmdə xanım. Bax, Cabirə demişdim ki, mənim yadıma salmayıb hələ. Quba tıxması hələ də pişmədədir orada. Qoy pişməsində olsun. Deməli, hazırlayırıq sandviçimizi. Sandviç üçün mayonez, sarı nədir? Bu. Çörəyin üstünə hələ heç vurmamışam. Çörəyin özü sarı köklü ediblər. Hə, bu çörək, mən hazır almışam bu çörəyi. Düzdür, baha satıblar, düzündürsən. 2 manata almışam. Yox, qardaş ödər. Bu 2 manata almışam. Buna mayonez çəkirəm. Bunu qəşəng mayonez deyirəm üstünü. Sonra onun üstündən iceberg kələm qoyacağım. Bu bizim mayonez. Onun üzərindən iceberg kələmi qoyuruq. Bax. Bunun da üstündən izqara köftələri qoyacağım. İzqara köftəni kim istəyirdi, kimə maraqlıydı? Bax, hazırlamışam. İzqara köftəmiz buradadır.
Deməli, çörək də qarğıdalı çörək deyim də sizə. Deməli, qarğıdalı çörəyi bir ara marketlər dolu idi qarğıdalı çörəyinə. O da niyə görə? Bəzi adamlar var ki, gluten problemləri yaşayırlar. Onlara da həkimlərin tövsiyəsi elə olub ki, biz qarğıdalı çörəyi. Yaxşı, buna bir sözüm yoxdur. Amma marketlərdə son vaxtlar görmürəm qarğıdalı çörəyini. Qarğıdalı çörəyini necə hazırlamaq olar? Deyək, qarğıdalı nə qədər varımdır. Eləyərəm sizin üçün. Eləyərəm, göstərərəm. Mənim gözüm üstə. Xardal, sabah, baxaram indi. Görüm, sabah üçün uyğun olsa eləyərəm. Deməli, əvvəl bu səndviçimizi. Səndviç də səndviçdir ya. Əməlli başda belə mənim uşaq vaxtı yediyim səndviçlərdən. Əməlli başda belə həcmli, dolu, dəniz kənarında olsa, bu səndviçi mən şəxsən 40 manatdan aşağı vermərəm. Çünki indi baxıram səndviçlərin də qiyməti 15 manata bu boyda səndviç verirlər. O gün bir restorana getmişdim. Baxıram səndviçə balaca uşaq üçün götürdüm özdə. 35 manata. Balaca səndviç idi. Bəh. Duzlu xiyağı da üstünə qoyursan. Orxan, bax, bax. Nələr var burada. Bəh, gözəlliyə bax. Oğul axtarıram ki, bunu tək yesin. Biri mən özüm. Amma bəlkə vaxtım deyil də. Artıq yaşlaşmışam. Artıq o deyil. Bəh. Bu burada. Amma bu bilirsiniz mənə siz nə deyir? Nə deyir bu, Rəşad? Deyir ki, ağı kərim, xiyarda qoy qırağa, soslarda qoy qırağa. Mənə bax, ürəyindən keçəni dinən. Mən də ona baxıram, ürəyimdən keçəni deyirəm. Qızıl gül limonatı. Qızıl gül limonatı ilə o ləzzət eləyəcək və mən də qızıl quyu limonatlarının qızıl quyu limonatından açıram. Bəh. Və bu limonatlar təbii meyvə ekstratı ilə hazırlanır. Təbii şəkər tozundan istifadə olunaraq bir dəfə istifadə oluna biləcək qablaşdırma ilə qablaşdırılır. Təkrar istifadəyə yararsızdır bu qablaşdırmalar. Və qızıl quyu limonatları ilə istər süfrələrinizin bəzəyi olsun, istərsə də günlərin ən yaxşı dostu olaraq seçə bilərsiniz. Qızıl quyu hər qurtumunda əsl dad, hər anınızda təbii sərinlikdir. Bəh. Təravətli gözəldir. White Star Cleaning şirkəti evinizdə təmizliyə ehtiyac varsa, villanızda, müəssisələrinizdə təmizlik işləri görməyi lazımdırsa, o zaman Ulduz 0077 nömrəsinə zəng edin. ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq standartlar sertifikatına malik White Star Cleaning şirkəti peşəkar və xüsusi təlim keçmiş komanda, müasir avadanlıqlar sertifikatlı və ekoloji təmiz vasitələr sayəsində evinizi qısa zamanda tərtəmiz edəcək. White Star Cleaning təmizliyin beynəlxalq ünvanı. Susamısınız? Mənim gözüm üstə. Bəh, hansı filmdə deyir? Bu ifadə hansı filmdə səslənir? Kim tapsa sonundur? 7 oğul istənəmdə deyirlər, cavab ver. 7 oğul istənəmdə kim deyir? Susamısınız, orada limonat sizirlər. Görüş filmində harda? Yaşa Orxan, afərin. Orxan tapdı. Bəxtizi filmində Arif Quliyev, Arif Quliyev orada çatır və mopeddən düşür. Birbaşa limonatı qazlı suyu belə süzür. Biraz da belə boynuna. Ondan sonra baxır ki, ham belə istidən pişir. Deyir ki, susamısınız. Görürsünüz, indi təzə filmlərdən, təzə filmlərdən bir dənə mənə fragment, bir replika, bir fragment, hansısa bir atmacanın sözü deyin də mənə. Deyin ki, bu filan filmdən bir atmacadır.
Deyə bilməyəcəksiniz. Bilirsiniz niyə görə? Çünki əksəriyyəti də türkün məsəli ifadə ilə istifadə olunmuş sözlərdir. Yəni onu demək olmur. Efirdə demək istəyəsən, deməsən. Döyündə bax, kim deyə bilər? Bir dənə təzə filmlərdən bir mənə replika deyin. Təzə filmlərdən bir replika deyin. Kimin yadına düşsə desin. Bax, verişimizin axırına qədər vaxtınız var. Hə, indi mən bura barbekü barbekü sosundan çəkdim bu çörəyin üstünə. Cəngi sədaları altında ilk dəfədir sendviç düzəldirəm. Xardal. Hə. İndi baxıram buna. İndi gəl bunun dadına baxdım. Bax, görün, hər şey hazır. Bu da bunun üstündə. Rəşad, bax gör necədir. Bunu çəkmək sənliydi. Oh, yaxşı vaxtında qutarıq. Tıxmalar da hazır. Yumru qutaba nə deyirlər? Hələ heç kəs deməyib mənə. Yumru qutabın adı nədir? Yumru yox, dairəvi. Dairəvi qutabın adı nədir? Kim bilirsə, qoy zəng eləsin desin. Zəng eləsin desin, mən də ona hədiyyə verəcəm. Yumru qutaba nə deyirlər? Dairəvi qutaba. Dairəvi qutaba nə deyirlər? Dairəvi qutabın adı nədir? Və yaxud da deyilir, bu tavanın adı nədir? Kim bilir, qoy zəng eləsin desin. Bu tavanın adı nədir? Tavanın adı tapılmasa ya, mən onun adını açıqlayan deyiləm. İkisindən birinin adını, bugün bəlkə açıqladım. Amma ikisində yox, ikisini açıqlamayacağım. Deməli, sendviçimiz, izqara sendviçimiz hazır. Samballı sendviçdir ya. Cabir, buna bax. Bəh. Yox, görən mənə kim deyirdi? Yəni görüm. Evimin yoldaşı. Mənə ata əvəzi olmuş, mənim əziyyətimi çox çəkmiş. Rafiq dayı mənə deyir ki, ağa Kəm, öz anamızı yaman yiyirsən ha. Hələ bir dənə bir şey qoymamısan, hələ hamısından yiyirsən. Dedim, ay Rafiq dayı. Vallahi elə mənim işim budur da, yeməliyəm də, neyniyim? Yeməsəm, sonra deyəcəklər ki, özü öz pişirdiyindən yemir. Bəh. Bu 104 FM'dir. Bəh. Bax, bunu düzəltmirsən. İndi bunu yemək istəyən necə yesin? Həm də kəsdim ki, Cabir bunun içini qəşən çəkə bilsin. Bəyən görüm. İndi bunu necə yiyəsən ki? Hal-hazırda baxanlar, göz haqqınıza halal eləsəz, sağ olun. Eləməsəzdən özünüz üçün bir dənə bişirin, yiyin. Burada nə var ki? Sadə çörəkdir, üstə mayonez çəkmişəm. Bir də ətdir. Ətə də biraz nişasta vurdum, yumurta vurdum, duz, istiyor soğan. Sadə ingredientlər. Nişasta olmasa un qatın, heç də olmaz. Qəşəng xəmiri yoğurdum. Yoğrulan xəmirdən balaca küftələr tutdum, yaslatdım, pişirdim. İstəyirsiniz tavada bişirin, istəyirsiniz mənə kimi tosterdə bişirin. Burada böyük bir çətinlik yoxdur. Arasında da çətin ingredientlər yoxdur. Deyim sizə ki, burada sparjadan, quşqolmazdan istifadə eləmişəm və yaxud da rukoladan istifadə etmişəm. Hansı ki, onlar da heç belə bahalı bir şeylərdir. Pomidor da xiyardır, aizbek kələm yoxdur, kahı qoy. Yoxdur, ümumiyyətlə üçün qoyma, göy-göyərti qoy. Mən aizbek kələm qoydum. Aizbek kələmdir, pomidor, xiyar, tuzlu xiyar, bəs salam. Bu qoydum, necə düşdüyəsən. Mən bunu adi bir ətlə qızardıb eləsəydim, bu dadda, bu ləzzətdə olmazdı. Amma barbekü sos, hardal, aizbek kələm, küncüklü çörək,
Nəsə çatmır. Nəsə çatmır. Çatdı. Elə bil ki, dayanmışsan benzin doldurma məntəqəsində, maşına benzin doldursan. Birdən ki, o tabanca atır ha. O limonatı içəndə də elə olur. Gəl, limonat bura çatanda həmin o tabanca atır. Salam. Onda bilirsən ki, doldu, dayandı. Hə, indi keçirəm nəyə? Yəni, bunları da bir göstərək. Bunları hansı qaba qoyum? Quba tıxması. Yenə də deyirəm, quballar mənə bağışlasın. Bunun üstünün naxşı başqa cür olur. Yəni, əsas gözəllik də onun naxşındadır. Mən amma bunu belə bükdüm. Bax, qaşənd ya bu da ya. Sən baxım. Ooo, içliyə bax. Rəşad, bilirəm müalicə alırsan, bax, sənə görə bunun içliyini, ikinci növ buğdanla mənləmişəm. Gəl. Orhan, bir daha buna sən də bax. Siz birinci yiyin. Görüm heç nə olmasa özüm də dadına baxın. Baxın, görüm necədir. Orhan oynayır artıq. So mean, you're the meanest old woman that I've ever seen. I guess if you say so, I'll have to pack my things and go. That's right, hit the road, Jack. And don't you come back no more, no more, no more. İçliyi çox qəşəngdir. Necə eləmişdim? Un, şəkər tozu. Birin birə nisbətli götürmüşəm. Bir dənə yumurtanın sarısını, bir də əlinmiş kərə yağı. Qarışdırdım umaç kimi. Xəmiri isə süddür, mayadır, şəkər tozudur, kərə yağıdır. Sağda bir də sarqıq. Rəşad düz deyil. Odur, krem dadıyla. Ağzımın dadı qarışır. Birinci özüm baxın, deyəcəm sizə. Məsləhət yoxsa, bax. Bu kremlidir. Bax, bununla tamamlandı Rəşad. Qalıb hələ. Qalmayıb, yaxşı. Şimdi siz üçün kömbədən, kömbə də deyirlər, düzdür. Bax, dilimdən çıxdı. Buna kömbə də deyirlər, amma bu quba tıxmasıdır. Bax. Özəl. İçində əməlli başqaşən doldurmuş amma. Gəlirəm. Bax. Səni. Quba tıxması. Kamera mən çəkərəm, narahat olma, sən nuş elə. Bu limana sənin, bu quba tıxması da sənin. Bəh, nuş canım. Hə, bir də qaldı nə? Yay salatımız var. Bax o, bu yay salatı nə yay salatı? Girirsən, bostanda nə göyərti var, həvəsindən biraz götürdün. Yığdın bura. Biraz nə idi burada? Nanədir. Nanədir. Buna bax, çaşmışam səhər, əlimi atmışam. Nanə ilə reyhan yan-yana idi. Çaşıb, nanənin yerinə reyhan götürmüşəm. Vay. Necə edeyim? Dostlar, nə? Qısa reklama çıxaq. Mən bir tez bazara qaçım, reyhan alım gəlir, nanə alım gəlir. Tez.
Yayın istisində endirimlərlə Emsan sizə sərinlik bəxş edir. 80%-dək endirimlərdən faydalanın. Xalçalara 60%, masa örtükləri, xrustallar, istimoteksil məhsulları 50% endirimlə təklif olunur. 077 342 24 23 əlaqə nömrəsidir. Qızıl Quyu limonadlarının, White Star Cleaning şirkətinin və Emsanın sponsorluğu ilə dadlı səhər davam edəcək. Space Radio, Space Radio, 104 FM. Space Radio'nun səsiyle biz başladıq verilişimizə. Space 104 FM, illerin radyosu bambaşka abu-havadadır ve bu abu-havayla da o ritimle, o lezzetle, o dadla, o musiqinin zövqü ilə də dadlı səhər birləşib sizə pozitiv enerji ötürürük. 176 nəfər bayaq saymışam WhatsApp'da. Xahiş edirəm, heç kəs məndən inciməsin, bir də kimsə cavab verə bilməsəm. Amma oxuyuram yenə də. 7005 Bifşteks tavası, yox. 9243 ürək göndərib bizə, var olun həmişə. 70-20 nömrəli tamaşaçımız. Buna qarnıyarıq deyirlər. Kimə? Nəyə? Hansına? Deməli, 1537. Salam, əleykümə salam. 1121. Ağa Kərim, mən zəng edirəm, Həmdə xanım açmır. Həmdə xanım yazıq. Redaktordur o. Telefonu yalnız və yalnız Hüseyin cavab verir. O da zənglərimiz çoxdur. Sizə elə gəlir ki, telefon açılmır. Amma ki, zənglərimiz həddən artıq çoxdur. Deməli, salam Ağa Kərim. Tavanın adı Sapılca. Sapılca deyirik. Bir adı da Jaran Rus dilindədir. Sapılca da Türkiyə türkçəsindədir. Bu tavanın adı var. Döküm izqara tava yazıb bizə 27-70 nömrəli tamaşaçımız steak tavasıdır adı. Yox. 0696 bizə zəng edir durmadan, amma bu nömrə zəng üçün deyil. 9227 səhər saat 11-də Ağa Kərim Usta efirdə çudu tavasıdır bu. Çudu tavası? Bax. Bu mahnı neçəncili mahnısı o? Hardasa mənə 2006-2005-i xatırladır. Yox, çudu tavası da deyil. 8164 Langet tavası yazıb. Bülbülədən salamlar. Bülbüləyə sevgi dolu salamlarımız. Bax. Qril tavası da deyil. 8612 tavanın adı daş tavadır. Xeyr, daş deyil. 0807 nömrəli tamaşaçımız. Bu tava yazıb. Həmdə xanım, bu nömrəni göndərirəm sizə. Bu nömrəni dərhal qoşuruq efirə. Bu nömrənin içində mən bu qədər nömrənin içində dadlı səhər tapa bilərəm. Dayan görüm, o birisi nömrəmdən, öz nömrəmdən sizə göndərim. Həmdə xanım, haradadır Həmdə xanım? Həmdə xanım burada. Aha. Həmdə xanıma göndərdim nömrənim. Bu tavanın adı nədir? Bir nəfər tapıb. Salam usta, yorulmayasınız, verişinizə baxıram. Həmin ağacı, o dünənki idi. O dünən idi bizə. Bugün də yazıb, sonra silib, ona görə gəlib qabağa düşür. Ona görə, bax, buradadır. Dayan görüm. Ay maşallah, bu nömrələrin içində grill tavası yazıblar, yox. Termot tava, yox. 46-65, izqara tava, yox. 38-92, sapılca, yox. 43-77. Sizə zəng edirəm, düşə bilmirəm, bilirəm, vallahi çox adam var elə, düşə bilmir bizə. Sonra 0807-dən gözləyirəm, 2517, bax, bizə indi yazdı, o da düz yazıb, amma artıq birinci doğru cavab yazan var. Doğru cavab yazan var. İndi yenə baxacağım telefona, keçib yay salatını hazırlamağa. Bu yay salatını hazırlamaq üçün mənə nələr lazımdır? Yay salatı üçün xiyar, əla salatdır, mükəmməl salatdır. Mənim özümün bu salatdan çox xoşum gəlir. Yay üçün doğrudan da mükəmməl bir daddır, mükəmməl bir ləzzətdir ya. Və burada nələrdən istifadə edirik? Xiyardır. Xiyarı ürəyiniz necə istəyir?
doğraya bilərsiniz. Və burada mənim arxamda bir tava açmışam divardan. O tavada mən bugün izqara köftə hazırlayacaqdım. Nəsə söhbət elə gəldi, çıxdı ki, mən o tavanın adını sizdən soruşmaq qənaətinə gəldim. Soruşdum nə qədər oradan, buradan heç kəs sualın cavabını tapa bilmədi. Amma bir nəfər tapıb. Nuridə xanım, salam aleyküm. Salam, necəsiz? Xoş eşitdik, təşəkkürlər. Siz necəsiz? Çox sağ olun, mən də Deyin görün, bu verilişin təzə vaxtı necədir? Yaxşıdır, baxa bilirik əsas məsələ. Belə biraz pauza ilə dediniz, dedim bəlkə ürəyinizcə deyil tam. Ürəyimizcədir. Sən neçədə oyanırsınız yuxudan? Necə? Yuxudan neçədə oyanırsınız? Mən tez dururam, uşaqlarıma görə tezdən dururam. Allah saxlasın. Neçə övladınız var? 2 övladım var. Maşallah, Allah hamısını qorusun, Çox sağ olun. saxlasa. Nuridə xanım, bəs nə işlə məşğulsuz? Nuridə xanım. Bəli, evdar xanımam, işləmirəm. Evdar xanımsınız. Heç vaxt işləməmisiniz? İşləmişəm əvvəllər. Harada işləmisiniz? Bankda işləmişəm, bankda. Bankda işləmisiniz. Pul sayırdınız? Bəli, xəzinədən işləmişəm. Yoruldunuz pul saymaqdan? Pul saymaqdan yoruldunuz çıxdınız işdə, yoxsa? Nuridə xanım? Alo? Ay Nuridə xanım? Nuridə xanım? Bən niyə danışmırsınız ki? Nuridə xanım? Nəsə olub? Telefon bağlantısında kəsilmə oldu. Yox, yenə də əlaqə saxlayarıq. Mən acıb bəli keçim. Bax, nə sənin evi lazım, pul sayırdı, yoxsa yox? Sənə lazımdır. Pulun adı ağır da, gördüm. Səs kəsildi. Deyəsən, çox pul sahibi Nuridə xanım. Acı bibərin iç pərdəsi var, bu pərdə. Bu pərdəni həmişə çıxardım. Çalışın, nəinki acı bibər deyil, elə şirin bibərdə də. Bu pərdəni mütləq çıxardım. Bunu yeməsəz daha yaxşıdır. Yeməyin də, indi bu boyda acı bibərdə bir dənə onu yeməsəz nə olur ki? Adam var, bunun tumlarını da yiyir. Pərdəsi, tumu, hamısını qarışdır bir-birinə. Yeməyin də nə olar ki? Bir dənə bunu yeməyin. Çıxardın, atın qırağa. Bu lazım deyil. Ağa Kərim deyirsə bir bildiyi var ki, deyir də. Ona görə məsləhət deyil. Yeməyin bunu. Acı bibəri doğrayıram. Qaşan acıdır ya, parmağımın uclarını yandırdı. Deməli, təzə xiyar, acı bibər. Pomodoro. İtalyan dilində pomidor. Pomidoru da doğrayırıq. Bunu da biraz iri formada. Bəh. Pomidoru 40 qəpiyə almışam bugün. Bilmirəm, pomidoru neçə alsın? 40 qəpiyə aldım pomidoru. Bir manata. 80 qəpiyə də var, bəli. Nə bənə? Mən bugün 40 qəpiyə aldım. Əlimdəki pomidoru 40 qəpiyə almışam. Bazardan, Maşdağıdan. Bəh, reyhan. Bəh, reyhana bax, sən. Reyhan gözəlliklərinə bax. Reyhanı da doğrayaq. Bunu da əlavə edəcəm onun üstünə. Həmdə xanım, nə oldu Nuridə xanım? Sönüb. Yəqin ki, onun cəryanı bitib. Başqa bir zəngimiz var, olsun. Alo. Alo, Salam aleyküm. Xoş eşitdik. Necəsiz? Təşəkkürlər. Verilişə baxırıq. Səbirsizlik də gözləyirik saat 11-i. Gözləyirik. Çox gözəl veriliş aparırsınız. Sizin komandaya da uğurlar arzulayıram. Həmdə xanıma da uğurlar arzulayıram. Hamınızda. Minnətdaram. Çox sağ olun. Adınız necə oldu? Adım Mahirədir. Qubadan. Mahirə xanım, nə işlə məşğulsuz? İşləmirəm, indi evdəyim. Əvvəl işləmişəm, mühasib, indi işləmirəm. İndi işləmirsiniz, yaxşı edirsiniz. Dincəlin, istirahət edin. Deyirlər, inanırsınız ki, bəzən deyirlər, iş insanı cöhərdir. O da baxır işə yer. İş var ki, adamı birtəhər edir. Elə adamlar var ki, ümumiyyətlə işləmirlər, bütün gün yiyib-içib yatırlar. Baxırsan, gəlmişə də gümrahdırlar. Və necə olur iş insanı cöhərdir ki, çox işləyənlər də var ki, bütün gün bel ağrısından yatırlar. Dura bilmirlər. Görürsən, hər məsələ bir iki başlı olur. Ona görə də hər şey də individualdır. Düz deyil mi Ayra xanım? Bəli, ağakəmiz də bəli.
Mahirə xanım, Çox bu gözəl tavanın veriliş adını aparırsınız. bilirsiniz yoxsa yox? Tavanın adını bilmirəm. Yox. Bilmirsiniz. Hə, Bilmirəm. yaxşı. Bəs rəqəmlərdən hansını açdırmaq istəyirsiniz? Rəqəmlərdən bilmirəm Ağakərim usta 4 ya 6 ikisinin arasında qalsın. Siz hansını məsləhət görürsünüz onu bir köməklik eləyin. 4 yoxsa 6, hə? Hı hı. Bayaq 4-ə baxmışdım da deyirsən. Yoxsa ondan sonra dəyişdiniz Həmidə xanım. Dəyişmişsiniz. O, imkan verməzsiniz. Nə danışırsınız? Həmidə xanım imkan verməz ki, canına bir bağlaca yer deyilsin. Dərhal reklam olan kimi dərhal Həmidə xanım onları dəyişir. Deməli 4 yoxsa 6? Bəli. 4 yoxsa 6. 4 yoxsa 6. Nəsə belə müəmmalı dayanır. Bu necə qalıbsa belə də dayanıb. Mən elə gəlir ki, bunu heç də eləməyib Həmidə xanım. Siz hansı məsləhət bilirsiniz onu biz Nə bilim, mən elə gəlir ki, nə varsa elə masası xırdalandı var. Biz Uzaqda. Spes qonşuyuq. Spes kanalına qonşuyuq. Necə? Spes kanalına qonşuyuq. Özüm Qubadanam, yəni orada yaşayan var. Hə. Mən deyirəm ki, bəlkə uzaqda olan qutulardan birini açım. Aşağı, siz hansı məsləhət bilirsiniz onu? Hansını siz deyin də, mən nə bilim, mən nə deyə bilərəm? Mən deyə bilərəm. 7'ni aşağı, 7'ni aşağı. 7 burada deyə yaxındadır. Hı hı. Uzaqda olanlardan. Nə bilim, 5-dən, 2-dən, 1-dən, bəlkə elə 6 özü. Nə bilim, mən elə gəlir ki, nəsə oradadır. Çünki Həmidə xanım məncə bu yana gəlmədi. Hə, Mən orada iş görə belə gözcü baxırdım. Hə, Baxın, ya məncə o bu 2 yana ya gəlmədi. 6. Necə? Ya 2 ya 6, necə istəyirsiniz? Altın deyirsiniz? Yenə. Bəli. Yaxşı, gəlin onda altını açaq. Görək bu 6 olan qutuda hədiyyə var Siz baxın yoxsa? əvvəl sonra. Hədiyyə var yoxsa yox? Aç, hədiyyə. Ay. Ay, yenə düşmədi. Heyf. Çox heyf. Çox sağ olun zənginizə görə. Çox sağ olun zənginizə görə. Minnətdaram sizə. Amma çox heyf. Nanə qurusu yoxdur. Tapa bilmədim. Nanə də yox idi. Bütün nanə hamısını bu dəqiqə kim nanə görür, hamısını aparır. Aparır ki, ondan dərhal qurusun, istifadə eləsin. Eyb yoxdur, quru nanədən istifadə eləyərəm. Heç nə olmaz. Deməli, yay salatı hazırlayıram. Bu yay salatının əsas dadı, ləzzəti nədir? Yox, çoban salatı deyil, Hacı abi. Yox. Bu başqadır. Sən çoban salatı ilə bunu bir tutma. Dünən qazpaço hazırlamışdım. Qazpaço, çoban salatı ilə haradasa uzaqdan, yaxından belə qohum kimi sayıla bilər. Amma bu qazpaço çoban salatı deyil. İndi buna nə vuracaq? Nurda xanım. Bəli. Nə oldu bu pul məsələsi gələndə səsiniz kəsildi, danışmadınız? Bilmirəm, nəsə oldu, kəsildi ara. Pulun qüvvəsindəndir. Hə. Nurda xanım. Bəli. Bəli, bu tava ki var mənim arxamda olan. İndi də Bəli. yanımdadır. Bu tavanın adı nədir yazmışdınız? Bu tabaka tavasıdır o. Mən görmüşəm. Ona görə Tabakadır bu tavanın adı, hə? Bəli. Niyə tabaka? Yəni gördüm, xatırladım. Bilirəm ki, tabaka tavasıdır. Hə. Tabaka edirlər də onu toyuqla yad Yox. Tabaka tavasıdır yoxsa tabakadır? Tabaka. Tabakadır. Bəli. Hə. Bu tavanın adı tabakadır. Bəli. Bəli, bu tavanın adı tabakadır. Və sizin Emsandan hədiyyəniz var. Hədiyyənizi həftə içi 5 gün orta saat 3-ə qədər gəlib götürə bilərsiniz. Çox sağ olun zənginizə çox görə. sağ olun. Təşəkkür Bəli, ederim, sağ bəzən olun. deyirlər, gedək tabaka yeyək. Kim tavanı yeyə bilər? Tabaka bunun adıdır. Tabakada bişən toyuğa, tabaka deyiblər, toyuğun adı yazsın, qalıb tabaka. O bişən toyuğun adı qalıb tabaka. Tabakada qızardılmış toyuq ola bilər. Var tepan, var tabaka, var grill, var toster, var izqara, başqa-başqadır. Bunun adı tabakadır. Bunun əvvəl var idi belə yumrusu, üstündə ağır daşı da vardı. Mənim kimin evində olub, yoxsa yox. Toyuğu qoyurdu, üstündə ağır daşı, qızardı, üstündə belə qəşəng izi düşürdü, ləzzətli olurdu. Bu tabakadır. Deməli, yay salatı üçün pomidor, xiyar, reyhan, nanə, keşniş, şüyüd, göy soğan, qatıq, xama. Bunları qəşəng, bax belə qarışdırıram. İnanılmaz acı biber, sarımsaq, inanılmaz ləzzətli bir salatdır bu.
Çox möhtəşəm salatdır, mükəmməl salatdır, mükəmməl. Bu salata söz ola bilməz. Mən inandırım sizi ki, yay aylarında bu salatdan dadlı salat mənə görə yoxdur. Bu mənə görə belədir. Kiməsə görə ola bilər ki, elə adam var ki, deyək, yox, paytaxt salatı elə hamısından yaxşıdır. Nə bilim, çoğundur salatı yaxşıdır. Yox, mənim ki, var budur. Özü var belə qatı olur, sulu olmur. Buna duz, istiot, heç nə qatmırsa, təqdimata verdin. Təqdimata verəndə buna duz, istiot əlavə edirsə, bu bunun istiotu, bu bunun duzu. İndi bunun çəngəli, bir dənə özüm baxım görüm. Həmin o dadlı yoxsa yox. Bunu mən ilk dəfə Türkan kəndində yemişəm. Bunu mənim böyüm qızı hazırlayıb. Onda görmüşdüm, çox xoşuma gəldi. Baxın. Qatıq. Tamam. Xiyar, pomidor. Sansaq. Göy soğan. Reyhan. Keşniş, süt. Bəh. Acı biber. Hərdən acı biber gəlir. Onun acılığı qatıqla bir yerdən. Bambaşqa. Bunun nəyə çatmır? Nəyə çatmır rəfəm? Yox, nə limonat? Yox, limonat bununla uyğun deyil. Heç biri bununla uyğun deyil. Onunki nədir? Kəndir çörək. Özü də belə qurumuş olur ha. Adamın damağını cırır. O nazik, belə damağı cırır ha. O çörək babına çatmır. Ondan lazımdır buna. Amma qızıl qoyunun həmişə də oradan da yeri var. Qızıl qoyu yayın ləzzəti, səhərin dadı sənin anıdır. Qızıl qoyu limonatları təbii meyvə ekstraktlarından hazırlanır, təbii şəkər tozundan istifadə olunaraq hazırlanır. Qablaşdırması da bir dəfəlidir, təkrar istifadəyə yararsızdır. Əgər evinizi yenicə təmir etmişsinizsə və onu təmizləmək gözünüzdə durubsa, o zaman oldu 0077 nömrəsinə zəng edin. White Star Klinik şirkəti gələcək və evlərinizi tərtəmiz edəcək. ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq standart sertifikatlarına malik White Star Klinik şirkəti peşəkar və xüsusi təlim keçmiş komanda, müasir avadanlıqlar sertifikatı və ekoloji təmiz vasitələr sayəsində evinizi qısa zamanda tərtəmiz edəcəklər. White Star Klinik təmizliyin beynəlxalq ünvanıdır. Çox ləzzət elədi mənə. Rəşədə var. Sakit oradan deyil ki, espresso saladı gətirib bilməsən. Mükəmməldir ya. Həqiqətən mükəmməldir. Sandviçin öz yeri var. Əsl yay yeməkdə, nə deyəsən buna? Bu yay üçün günorta naharda ye bunu. O sandviçdir, axşam da yeyə bilərsən, günorta da yeyə bilərsən. Bu da ki, quba tıxmasıdır. Çayla günorta yatırsan, birdən yuxudan ayrılırsan, acırsan, yuxudan ayrılır. Bir dənə oyuna qəşən bir çay, əssalam. WhatsApp-a gələnlər, nə yazıblar bizə? Zəng edənlər, bu zəng üçün deyil, xahiş edirəm, bu nömrəyə zəng yox. Bizim 538-0862 nömrəsinə zəng edə bilərsiniz. Duzlu xiyar şorbası nə vaxt hazırlayacaqsınız? Duzlu xiyar, yəqin ki, xarço deyirlər. Xarçoda olur. Duzlu xiyar. Salyankada olur. Salyankada olur. Salyanka yox, indi yox. Qışda. Duzlu xiyarın indi nə? 93-75 nömrəli tamaşaçımız yazıb ki, tabaka tavası. Artıq cavab tapıldı. 0696 seramik tava. Seramik tavanın özü çox yazıb. Sonra 43-77 nömrəli tamaşaçımız bizə səs göndərib. Sonra yivli cerperli tava. Dairəvi qutabın adı isə afardır. Yox. Afar başqadır. Bir də var. Dairəvi qutab. Adını deyəcəm indi. Yox. O deyil. 17-57 nömrəli tamaşaçımız. Bunlar mənim köhnə nömrəmə oxşur.
Salam, tava, buxara və ya tamagoya qeyd havası adlanır. Xatirə xanım, bu nədir belə bilmədim. Daha sonra tamaşaçılarımızdan Salam Ağa Kərim Usta, bu salatın tam olaraq yeri var. Bax, belə salatlardan hansını bizə təqdim etsəz, çox gözəl olar. Mənim gözümüzdə 71-67 nömrəli tamaşaçımız tez-tez hazırlayıb onlardan göstərərəm. Sonra bir tamaşaçımız bizə yazıb ki, qaynana Mahirə İsəyevaya çoxlu salam göndərə bilərsiniz. Əlbəttə, Mahirə xanıma buradan salamlarımızı göndəririk. Sonra bu tavaya qəhvə qoğuran deyirlər. Yox, qəhvə qoğuran tava, qəhvə qoğuran. Qəhvə qoğuran bizdə belə deyirlər. Bakı şəhərlərində deyirlər. Qəhvə qoğuran, qəhvə qoğuran. Hanı heç məndə yoxdur axı. Qəhvə qoğuran belə balaca tava deyir. Balaca tavadır qəhvə. Qəhvə qoğuranın içində bir görürsən numru qayğana. Yox, qəhvə qoğuran. Bu boyda olur. Sadəcə bu hündürdür də. Belə nazik. Belə balaca, bu dairədə belə olur. Özünüzdən müğayyət olun. Bizi izlədiyinizə görə sizə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Yiyin, için, kef eləyin, amma ki, əndazəni aşmayın. Hər şey öz qədərində gözəldir. Özünüzə yaxşı baxın. Sabah yenə də eyni vaxtda səbir gətirəcəm. Görüşmək ümidi ilə hələlik. Qızıl Quyu limonadlarının, White Star Cleaning şirkətinin və EMSA-nın sponsorluğu ilə dadlı səhər bitdi.